Hər kəs salam dostlar, yepyeni Free Fire videomuza da qarşınızdayıq. Dostlarım, bu dəfəki videomuzda da ID incələmə, daha doğrusu ID puanlama serisinin davamını gətirirəm. Çoxdandır bu serinin davamını gətirmirdim. Siz də gözləyirsiniz, əməlli başlı kommentlərə falan yazırsınız ki, hesab puanlama nə oldu, hesab puanlama 10 gündə hesab puanlama gəlmir. Təsəvvür edə bilirsiniz. Əgər bu videoda ən az 400 like gələrsə, bu serinin yenə davamını gətirəcəm dostlar. Amma nəzərinizə çatdırım ki, mən hamının ID-sini incələyə bilmirəm. Maksimum 30 nəfər, yəni random bir şəkildə mənim menecerimin mənə təqdim etdiyi ID-ləri puanlayıram. Tamam mı? Yəni onu mən ayrı seçkili məqsədli falan eləmirəm. ID-lər tanımıram. İnanırsınız, heç bir ID-ni tanımıram. İndicənə keçib baxacam. Tamam mı? Ona görə də siz sadəcə səbirli bir şəkildə ID-lərinizi yenə bu videonun komment qisminə yazın. Gec ya da tez sizin də ID-ləriniz videolarda görünəcək. Gəlin videoya keçək. Amma videoya keçməzdən öncə nəzərinizə çatdırmışam var. Abunəçi sayımız həddindən artıq çox azdır. Bacardığınız qədər kanala abunə olub videolara like atmayı unutmayın. Nəysə, çox vaxt itirmədən gəlin videoya keçək. İlk ID-miz bu dostlar. Elə Swiftdə mənim arkadaşlığımda olan şəxsi dostumdur bu arada. Dostlaşmışıq. Abunəçimlə belə dostlaşmışıq da, yəni görürsünüz. Qəşəng hesabım var. Bu ifadə qəşəng ifadədir. Bu arada heç bu ifadə nədir bilmirəm. Görünüşündən dedim qəşəngdir. Hesab çox köhnənin hesabı deyil, amma dostumuzun əvvəlki hesabı var. Yəni mənə göstərmişdi. Həqiqətən o çox gözəl hesabı idi. Təəssüflər olsun ki, Gmail-ini itirib. Amma yenə də eybi yox, problemi yoxdur. Yəni sırf buna görə mən bu hesaba 10 üzərindən 7 verirəm. Keçək növbəti ID-mizə. Deməli, Ero adında bir oyuncumuz var. Gəl bir dənə dostumuza like ataq. Neçə ədəd evosu var? Birinci ona baxaq. 6 ədəd dostumuzun evosu var. 1 ədəd yumruq desəni var. Bəlkə də 1 ədəd deyil, birdən çoxdur, amma mən gördüyüm 1 ədəddir. Çünki profildə kuşamdır. Deməli, 3 ədəd ifadəsi var. 1 ədəd düşmə effekti, qəşəng rəngi dəyişən həmin o katana desəni. Həqiqətən bəyəndim bu katana desəni. Bilmirəm hardan alırlar bunu. Yenə qəribə şeylər gətirir qarşına. Heç xəbərim olmur. Neçə bir uşaq var? 10 üzərindən 8 gələr. Mehdi adında oyuncumuzdur. Bir dənə like atdıq dostumuza. Bəyəndəki AK qəşəngdir, görünümü bəyəndim, əladır. Əməlli başlı boyapas qatırarsan. Hələ gör boyapası açsan nə olarsan. Düşmə effekti falan hamısını almış olarsan. Hesabda da çox şey yoxdur. Dostumuz bacara bildiyi qədər, yəni pulsuz ala bildiyi əşyalarla hesabı yığmağa çalışır. 10 üzərindən 5 verərəm. Məsələn, növbəti ID-imizə. Peon adında oyuncumuzdur dostlar. Bir dənə like atdıq dostumuza. MP5 desəni, bu MP5 desəni də qəşəngdir. Çox əla bir şeydir. Pulsuz versələr də amma qəşəngdir. Dostumuz yenə burada da bacara bildiyi qədər pulsuz verdiyi əşyalarla yığmağa çalışır hesabı. Amma bu boyapasını da bu pulsuz verilməyib, haqqına girməyib dostumuzun. Deməli, bu UMP də qəşəngdir, üretim diyarına alınma bir şeydir. Neçə bir uşaq var? 10 üzərindən 4 gələr. Dağı dağa qovuşduran həyat məni sənə qovuşdurmadı. Maraqlı cümlədir. Yəni dostumuza like atdıq. Deməli, qrup ifadəsi var. Bu pəri ifadəsi, bu yeni gəlib, qəşəng ifadədir o da. Kanotçu var, halal olsun. Düşmə effekti falan var, gül ifadəsi var. Deməli, dəyişən yumruq desəni var. Əla da yəni dostum, var ki var, 10 üzərindən 8 gələr. Keçək növbəti ID-imizə. Sniper adında bir oyuncumuzda bir dənə dostumuzu like edirik. Dovşan seti var, qəşəngsən. Justin Bieber'in şalvarı, mavi ayaqqabı, qəşəngdə kombindən 10 üzərindən 9 verə bilərəm. Gəl baxaq, ağ saçı var, Runaway var, əla da halal olsun, Astro ayaqqabısı belə var. Bu boyapası açıb, eybi yox, 2 ədəd boyapası açıb. Tam açılması yenə də dediyim kimi eybi yox. Köhnə elit postlardan yarı da, yəni belə deyək təqribən. Elə 10 üzərindən 9 verərəm dostum. Elə kombindən puanladığım kimi elə burada da 10 üzərindən 9. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz bu dostlar, Starik, qəşəng. Prime 8 hesab deyə, halal olsun. 48.000 like, biri də məndən olsun. Bütün evoların maksdır. Bütün evolar deyəndə ki, burada 7 ədəd evo var, elə 7-si də maksdır. Halal olsun da, əməlli başlı qaqaq pul yatırır. Boyapaslar, yəni danışmağa ehtiyac yoxdur, 90% aktivdir. Əla, yəni əla da sözdür. 10 üzərindən 10 gələr. Keçək növbəti ID-imizə. Bu arada dostlar, nəzərinizə çatdırım. Bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsə, bir dənə zəhmət olmasa aşağı düşün, kanala abunə olun, bir də videoya like atın, söhbətlərdən qayıdın. Həqiqətən də əziyyət çəkirəm, yəni əziyyətimin qarşılığını görə bilmirəm. Əsas söhbət budur. Heç olmasa like ataraq və abunə olaraq mənim əziyyətimin qarşılığını heç olmasa az da olsa verə bilərsiniz. Yəni hansı ki bunu eləməklə sizdən bir şey getmir, su içmək kimi bir şeydir, hətta su içməkdən də asandır, sizə deyim. Ona görə də bir dənə zəhmət olmasa kanala abunə olun və dediyim kimi, əgər bu videoda ən az 400 like gələrsə, İnşallah Allahın izni ilə bu serinin davamını yenə gətirəcəm. Dediyim kimi, əgər kimin hikayəsi hələ də yoxdursa, narahat olmasın, gec ya da tez onun da ID-si görünəcək. Videolarda 30 ədəd ID puanlayıram. Yəni belə deyək də 30-dan o yana puanlayanda video həddindən artıq çox uzun gedir. Yəni inşallah amma 10.000 abunə olandan sonra 60 ədəd ID puanlayacağam. Yəni 2 qatına qaldıracağam dostlar. Vaxt itirmədən videoya davam edək. Növbəti adımız bu dostlar, azlı Astro fandom qarajada ata bilərsən nə olar? Təəssüflər olsun dostum, ata bilmərəm, amma sizlərə demişəm də yəqin xəbər olanlar var. Xəbər olmayanlara da deyim, inşallah 10.000 abunəyə çatandan sonra öz izləyicilərimə
həftəlik paylayacağam. Bunu bir seri olaraq gətirəcəm. Yəni canlıda falan eləməyəcəm. Çünki canlıya baxa bilməyən dostlarımız var. Ona görə də bir video kimi gətirəcəm. Hər videoda da 5 nəfəri mükafatlandıracağam. Seri halında gətirəcəm. Məsələn, baxın elə bu seri kimi. Məsələn, deyəcəm ki, 400 like gəlsə bu serinin davamını gətirəcəm. Baxın bu tipdə. Ümid edirəm o da bəyənəcəyiniz bir seri olacaq. Hər videoda 5 ədəd izləyicimə almaz göndərəcəm. Həftəlik ya da min həftəlik, indi bilmirəm də hansına gücüm çatsa. Nəysə, hesabı bir dənə puanlayaq. Görək nə var, nə yox. Hesab belə qəşəng hesabdır. Bacara bildiyi qədər dostumuz əlindən gələni, yəni pulsuz bir şəkildə olan əşyalarla yığıb. Normalda 10 üzərindən 5 verəcəkdim. Yəni təsəvvür edin, uşaq var. 4 ay oynayır. 4 ayın hesabıdır. 42 səviyyəyə çatıb, özü hesabı bax belə yığıb. Halal olsun da, yəni halal olsun, sözüm yoxdur. Başqa yəni deyə biləcəyim bir şey yoxdur. Neçə belə uşaq, normalda 10 üzərindən 5 verəcəm. Amma sən mənim fanımsan deyə və adını, daha doğrusu mənim adımı burada yazmısan deyə, reklam eləmirsən deyə, əlavədən məndən bir xal da qazanırsan. 10 üzərindən 7 gələr. Keçək növbəti aydımıza. Növbəti aydımız budur. Hoppa, Fedyanın hesabı. Amızı Fedya, admin. Burada bu admini necə alırlar? Çox maraqlı, mən də almaq istəyirəm. Baxın, kompüter oyuncusudur. Bu takımda emülatör algılandı. Bu niyə mənə gəldi? Mən də emülatöram da. İçerik üreticisi. İşte bu Prime 8 falan. Yəni bu Fedyanın hesabıdır. Yəni hər halda doludur. Ona görə də baxmadan elə 10 üzərindən 50 verərəm. Çünki bu hesabda olmayan şey yoxdur, uşaqlar. Keçək növbəti aydımıza. Sonu düşünən qəhrəman olamaz. Bəli, tamamilə düzgün bir cümlədir. Deməli, gəliş effektimiz var. Gəliş effektimiz əla idi, pis deyil. Naruto'nun gəliş effekti. 2 ədəd Evo var, özdə təzə gələn Aug Evo'nu da alır, halal olsun. Neçə verək uşaqlar? 10 üzərindən 6 verərəm mən. Keçək növbəti aydımıza. O, pələng kostyumu var, qəşəng kostyumdur bu arada. Həqiqətən bəyənirəm. Sadəcə mənə ehtiyac yoxdur ki, mən ona görə almadım. Mən bu dəqiqə Evo'lara odaqlanmışam. Evo'ları max istəyim hamısını. Nəysə, gəldik hesaba. Hesabda dostumuz yenə burada da bacara bildiyi qədər pulsuz verilən əşyaları almağa çalışıb. Ona əməlli başlı zəhmət var hesabda, yəni paltarlardan görürəm zaten. Neçə verərəm uşaqlar? 10 üzərindən 6 verərəm mən. Keçək növbəti aydımıza. Lısı deyə bir klan var idi. Mən ilk dəfə də eşidirəm. Bir dəqiqə baxım klana. 7 səviyyədir ya kişi. Yəni nəsə bu tanınmış klan, amma mənim xəbərim yoxdur. Dostumuz old ifadələrdən quşaq. Bunu pulsuz verirlər, bunu bilirdim yadımdadır. Etkinlikdən verirdilər o vaxtda. Hətta mən belə almışdım ilk açdığım hesabda. Deməli, o boya paslar əməli başlanan açılmayıb, elit pasları açıb bəzilərini. Bu deməli çöl rozeti adında bir elit pas dönəmində açılıb. Bilən varsa neçənci elitdir, kommentariyaya buyura bilər, zəhmət olmasa. 6 yaşında da hesab, 2019 hesabıdır təqribən. Neçə verir uşaqlar buna? Old olduğuna görə 10 üzərindən 7 verərəm mən. Keçdik növbəti aydımıza. Dostumuz bu yəni sirli küpdən gələn bu gəliş effektini alıb, qəşəng gəliş effekti. Yəni keçənlərki videoda dediyim kimi hər iki pul verirlər. Amma yumruq deseniz adı var, əla. Bu nədir? Düşmə effektidir. Bildim, düşmə effektidir bu. Deməli, kartına falan qoyub bura. Düşmə effekti var, əsas tema gəliş effekti var. Deməli, yumruq deseni var. Gəlin boya paslara baxaq. Boya pas dönəmində açılıb bu hesab bu arada. Yəni elit pas dönəmində açılmayıb, old deyil. Amma yenə də belə qəşəng əşyalar görürəm burada. Ona görə də 10 üzərindən 6 verərəm mən. Keçdik növbəti aydımıza. Relax adında oyuncumuzdur. Dən like atdım dostumuza da. Sonra gəldik bura. Neçə ədəd boya pas açılıb burada? 7, 8 ədəd boya pas və 9 ədəd boya pasın açıldığını görürük. Yenə bu da elit pas dönəmində açılan bir hesab deyil, boya pas dönəmində açılan hesabdır. Bu ifadə qəşəng düzə hər hesabda yoxdur. Bir dəfə gəlib otomata ona görə. Düşmə effekti falan var, ağ saçı var, 2 ədəd evosu var. 10 üzərindən 8 verərəm mən. 10 üzərindən 8 gələrdi, yəni 10 üzərindən 7 gəlməz, çünki 2 ədəd evo var, eyni zamanda düşmə effekti var, ağ saç falan var. Yaxşı hesabdır dostum. Ümid edirəm, bunun biraz sənə məsləhət, səviyyəsini kas 70 səviyyəyə, heç olmasa hesabın səviyyəsi 70 olsun ki, biraz güclənsin də, həm kasa güclənsin, eyni zamanda da, belə deyək də, deneyimin artsın. Keçdik növbəti aydımıza. Deməli, Azılı Astro YouTube'dan abunə olun xahiş edirəm, təşəkkür edirəm əzizim. Yusuf adında oyuncumuzdur. İfadələr, bu ifadə çox qəşəngdir, özünüz bilirsiniz, mən bu ifadəni bəyənirəm. Takla ifadəsi var, bu MPG da var, 2 ədəd evosu var. Normalda 10 üzərindən 7 gələrdi. Belə amma sən mənim fanımsan deyə, burada belə deyək, mənim YouTube kanalımı reklam eləmirsən deyə 10 üzərindən 8 gələr. Keçək növbəti aydımıza. Növbəti aydımız bu dostlar, Nermis Fan adında oyuncumuzdur. Deməli, boya pasları falan açıb, yüngül var, yəni xoşuna gələnləri açıb. Biz amma 2 cür, ümumiyyətlə bu oyuncular 2 yerə bölünür. Boya pası açmaq temasından söhbət gedir ha. Ya boya pası açır keyfə görə, mən bunu bəyəndim, mən bunu açıram. Baxın, bu da o tip oyunculardandır. Ya da bizim kimi oyuncular. Yəni sırf boya pas kolleksiyam olsun. Yəni bütün boya paslarım sapsarı olmalıdır. Bütün boya pas kolleksiyalarını mən düzməliyəm. Yəni bu oyuncular boya pas açmaq temasında 2 yerə bölünür, deyin biləsiz. Bu amma belə deyək də zövqünə görə olanları açıram da.
Amma əslində alsa elə daha yaxşıdır. Oyuna pul xərcləməyə dəyməz. Oyuna almaz vurmaq istəyənlərə də deyirəm buradan. Uşaqlar, almaz vurmayın. Yəni sizə maraqlı gələ bilər ki, hə mən bunu alım, bunu alım, bunu alım, hesabım daha güclü görünsün falan beşməkan. Yenə deyirəm, məsləhət görmürəm. Pulunuzu daha məntiqli yerlərə xərcləyin. Mən şəxsən oyuna pul vurmaqdan öncə belə deyək də, oyun pay to win-dir. Bunu qoyduq bir qırağa, bu heç. Pul vurduqca vurmaq istəyirsən iş orasında da. Almazı vurdum bir dəfə. Hə, bir dənə də almaz vurun, bunu da alın. Bir dənə də almaz vurun, bunu da alın. Oyun istərsəniz sizi belə deyək də özünə odaqlayır. Bir də görürsüz ki, cibinizdə pul qalmayıb. Ona görə, yəni bu daha yaxşıdır. Bu tiplər daha yaxşıdır. Bir ədəd Evo var, yumruq desəni var. Yəni, Drakon AK'si var, qəşəng. Uşaqlar, baxın bu Drakon AK var ha. Bilməyənlər üçün deyirəm, çox dəyərli bir şeydir. Evo'dan belə dəyərlidir. Kimin hesabında varsa, yəni onu kuşanın. Evo'vuz max deyilsə, bunu kuşanmağınızı məsləhət görəm. Həqiqətən çox gözəldir. Bu paltar da dəyərlidir. Dovşan paltarı falan var. Əla, pis deyil. Nəsə bunlara baxmışdıq. Neçə verir uşaqlar? 10 üzərindən 7 verərəm mən. Keçək növbəti aydınımıza. Növbəti aydınımız bu dostlar. Deməli, gəldik hesaba 3 ədəd Evo'su var dostumuzun, gəliş effekti var, yumruq deseni var, əla pis deyil, qrup ifadəsi var. Neçə verək? Ha, bu yapasına amma baxın bu ifadə də qəşəng ifadədir. Dəyərli olmasa da qəşəng ifadədir. Şəxsən özüm belə kuşanmışam o ifadəni ona görə. Neçə verək uşaqlar? 10 üzərindən 8 verərəm mən. Yəni əməlli başlı dostunuz bacara bildiyi qədər hesabı yığmağa çalışır. Sənə məsləhətim dostum, sən də çalış ki, səviyyəni kasasına. Yəni oyunu almaz vurmaqdansa səviyyəyə daha çox üstünlük ver. Heç olmasa 70 səviyyə ol ən azından. Keçək növbəti aydınımıza. F4 Akul adında bir oyuncumuzdur. Dostumuzun layiqi niyə bu qədər azdır? Hə, ola bilər yeni başlayıb oyuna ona görə. Neçə verək uşaqlar? Bu hesabda çox da şey görmürəm. 3 ayın hesabıdır. Əslində da 3 ay oynayıb 34 səviyyəyə çatıbsa elə böyük bir şeydir. Ümid edirəm sənə də dostum böyük səviyyələrdə görərik. Neçə verək uşaqlar? 10 üzərindən 4 gələr. Keçək növbəti aydınımıza. Azər Ömər adında bir oyuncumuzdur. Old Player 2021-ci ilin oyuncusudur. 5 ildə oynayır. Halal olsun. Deməli, gəliş effekti var, kanunsusu var, qara gözü var, pis deyil. Bir ədəd boya pasası dostumuz. Yenə də dediyim kimi heç məsləhət görmürəm. Elə bir dənə kanunsusu almısan, bəsindir pulunu, yəni oyuna pul vurmağa məsləhət görmürəm. Düzdür, elə də güclü bir varlı adamsansa, artıq belə deyək də, oyuna kiçik məbləğdə pul yatırmaq istəyirsənsə, problemi yoxdur. Hərdən bir stres atmaq üçün yatır. Amma böyük məbləğlər yatırmağınızı heç tövsiyə etmirəm. Hətta heç oyuna pul vurmağı tövsiyə etmirəm. Sadəcə dediyim kimi, əgər belə varlı adamsınızsa, əməlli başlı pulunuz varsa, sadəcə kiçik məbləğlərlə bir hesabınızda nəsə olmasını istəyirsinizsə, olar, problem yoxdur. Hə, gəldik hesaba uşaqlar. Neçə verək bu hesaba? 10 üzərindən 6 verərəm mən. Bu arada dediyim kimi, əgər kim ki özündən əlavə puan vermək istəyirsə, kommentariyada bildirə bilər ki, məsələn bu hesab, məsələn mən 10 üzərindən 6 demişdim, sən 10 üzərindən 8 deyə bilərsən, ya da nə bilim daha az deyə bilərsən. Dəyişikliklər edə bilərsiniz kommentlərdə. Problemi yoxdur, tamamilə sərbəstdir dostlar. Keçək növbəti aydınımıza. Əşrəf adında oyuncumuzdur. Azılı Astro takipçinəm. 600 like var. Ümid edirəm onlar da olsun. 563 like-sən zaten, yəni heç nə qalmır ona. Deməli, Groza desənini alıb, o otomatdakı Groza desənini alıb. Hə, bu UMP desəni, bu da qəşəng desənidir. Düzdür, pulsuz versə də öyrətin gəlmə, amma yenə də qəşəngdir. Dostumuz ümumiyyətlə bacara bildiyi qədər hesabı yığmağa çalışır. Əla, pis deyil, neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti aydınımıza. Deməli, New Dayı adında oyuncumuzda gəliş effekti var. Əla. Neçə ədəd Evo'su var dostumuzun? 1, 2, 3 ədəd Evo'su var dostumuzun. Chrono MP5'i var. Əla, qəşəng, pis deyil. Kanlı Ay Makonu var. Bu da pis deyil, əladır. Qəşəng hesabdır, ümumiyyətlə hesab çox qəşəngdir. Neçə verək uşaqlar? 10 üzərindən 7 gələr. Keçək növbəti aydınımıza. FF Kapitan adında oyuncumuzdur. Hazırla sıra abunə olun, 10k olsun. Bəli dostlar, abunə olun. Baxın, eşitdinizdə dostumuzun dediyini. Deməli, gəldik bura. Pəmbə MP40-ı var. UMP, hə, yenə o həmin üretim diyanalının UMP-si var. Əməli baş dostumuz oynayıb və əvvəl səviyyəyə çıxmağa çalışıb. Ümid edirəm 70 səviyyəni görərsən ən azından dostum, inşallah. Rank qatsan davamlı olaraq, dayanmadan rank qatsan zaten olacaqsan, o heç o öz yerində. Gəlin baxaq. Normalda 10 üzərindən 5 verəcəkdim. Amma sən mənim fanımsan deyə və bu şəkildə reklam eləmişsən deyə adıma. Problemi yoxdur, məmnuniyyətlə sənə 10 üzərindən 7 verərəm. Keçək növbəti aydınımıza. Reaper adlı bir oyuncumuzun gəliş effekti var, MP5 desəni. Aha. Neçə verək uşaqlar, çox da şey görmürəm bu hesabda. Gəlin mənə görək bu orta hesabdır mən. Old deyil, amma boyapas, əməlli başı boyapas dönəmində oynayıb dostumuz. Neçə verək uşaqlar, 10 üzərindən 5 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımızda dostlar, Raj Live adında bir oyuncumuzdur. Bu arada nəzərdə çatdırım, bu çox bir ehtimal Azərbaycan'a deyil, Azərbaycanın hesabına oxşamır. Deməli, yumruq Evo'su falan var. Deməli, burada 5 ədəd Evo görürəm ki, maxdır. Bir dənə gəlin buna dostluq ataq, görək həqiqətən Azərbaycanlıdır mı ya yox. Baxın gördünüz, seçilən oyuncu aynı bölgədə deyil. Hətta bir dənə də atın. Yəni bu dostumuzun özünün orijinal hesabı deyil. Ona görə də təəssüflər olsun ki, dostum, bu hesaba
mən xal verə bilmərəm. Və bəli dostlar, bu dəfəki videomuzda bu qədər. Dediyim kimi, əgər kimin ki hələ də öz ID-si videoda çıxmırsa, yenə bu videonun da komment qisminə öz ID-sini yaza bilər. Uşaqlar, bu arada nəzərə çatdırım, çalışın ID-lərinizi birbaşa hesabınızın özündən kopyalayıb yapışdırın. Əzbərə yazmayın, çünki belə deyək, çox vaxt ID-lərinizin əksəriyyəti səhv olur. Bir rəqəmə görə belə ID-niz düşə bilmir videoya. Təsəvvür edin, kimin ki ID-si çıxmırsa hər halda, mən ID-ləri yazıram ora. Özü mənim menecerim birbaşa onu kopyalayıb yapışdırır. Ona görə də nəzərinizə çatdırım ki, birbaşa girin oyundan, baxın bu şəkildə kopyalayıb yapışdırın. Yəni əzbərə bir şəkildə yazmayın. Orada səhv eləmə ehtimalınız həddindən artıq çox böyük olur. 3 ədəd ID-ni mən videoya qoya bilmədim sırf buna görə. Nədir? 1-2 rəqəm səhv var. Ümumiyyətlə ya da ID-nin ümumiyyətlə özü də səhv ola bilər. Bacardığınız qədər uşaqlar bu tip şeylərə, xırdalıqlara diqqət yetirin. Dediyim kimi, əgər bu videoya da ən az 400 like gələrsə, inşallah Allahın izni ilə bu serinin də davamını gətirəcəm dostlar. Sağ olun, salamat qalın.